Xanım Zeynəb salamullah əleyha, atası Həzrət Əleyhisselamın zinətidir. Nədə? Mən bir neçəsini deyirəm. 1. Həyada. Deyirlər, çox həyalı idi. Həzrət Əli Əleyhisselamda olan həya, övladı xanım Zeynəbdə də vardı əleyhisselam. 2. Şücaətdə, mərdlikdə. Şücaət elə bir xüsusiyyətdir ki, kişilərdə olmalıdır. Amma bəzən kişilər qorxaq olur. Necə ki, Kərbalada gördük. Qaçırlar. Zamanənin imamını, İmam Hüseyni tək qoyurlar. Körpə Əli Əsğəri oxlayırlar. Qadınları əsir aparırlar. Amma qadın meydanda axıra qədər qalır. Qeyrət, şücaətin göstərir. 3. Elmdə. Əgər bir qadın öz iffətini, ismətini, həyasını qorumasa, Allah uzaq eləsin, bir qadının iffətinə ləkə gəlsə, cəmaət nə deyər? Hətta o qadının atası da yaxşı kişi olsa, onu görəndə nə deyər? Bacım, xanım, ayıbdır, sən elə bir kişinin qızısan, sənə yaraşmır bu hərəkətlər. Düzdür ya, yox. Quran-ı Kərimə baxaq. Quran-ı Kərimdə xanım Məryəm salamullah əleyha İsa əleyhissalama hamilə olandan sonra indi uşağı gətirsin cəmaata nə desin? Evlənməyib, subay qızdır. Bu uşaq hardandır? O uşağı dünyaya götürəndə o qədər həyalı idi. Xanım Zeynəb salamullah əleyhanın da həyası ilə bağlı nəqilləri var, amma Quran Məryəmlə bağlı idi ki, o qədər həyalı idi. Ərə getmədən üzr istəyirəm, ağsaqqallar bağışlasın. Uşaq dünyaya gətirmək, Həzrəti Məryəm, sən hara? Bu uşağı atasız dünyaya gətirmək hara? Xanım Məryəmə birinci sual bu idi. Ərə getmədən qucağındakı uşaq nədir? Salamullah əleyha. Amma indi bugün cəmiyyətimiz nə günə qalıb? Biri çıxır açıq-aşkar sosial şəbəkədə, televizorda uşağından danışır ki, atası da bəlli deyil. Yaxud da ki, sürpriz eləməmi, belə çirkin sözlər. Bunu cəmaata təbliğ eləyirlər, bunu cəmaata yayırlar. Cəmaatın arasında qeyrətsizliyi istəyirlər rəvaz tapsın. Əgər İsa Peyğəmbər əleyhissalam beşikdə Allahın qüdrəti ilə danışmasaydı, anasını pak iffəti qadın olduğunu, özünün Peyğəmbər olduğunu, möcüzə ilə dünyaya gəldiyini deməsəydi, xanım Məryəmin üstünə çox pis ad qalacaqdı. Xanım Zeynəb o qədər həyalı idi. Baxın, indi mən sizə xanım Zeynəbdən deyim, o qədər həyalı idi. Xanım Zeynəb salamullah əleyhanın qonşusunda yaşayan kişi deyir ki, mən neçə ilə Həzrət Əli ilə qonşu oldum, bir dəfə də onun qızı Zeynəb salamullah əleyhanın səsini eşitmədim. Bu qədər qadın ağır, həyalı olar, naməhrəm kişi onun səsini eşitməsin. Küfədə məcbur qalıb, Kərbaladan qaydanda, kişilərə nitq söyləyəndə, natiqlik eləyəndə, onda bildilər, eşitdilər ki, bu səsin sahibi kimdir? Xanım Zeynəbdir. Qadınlardan başqa o səsi tanıyan yox idi. Bu qədər həyalı, iffətli, ismətli idi. İndi baxın, tarixdə var ki, özü hicabın necə qoruyurdu. Küfədə gətirdilər Peyğəmbərin Əhl-i Beytin bazara. Cəmaatı gətirdilər, durun tamaşa eləyin. Cəmaat baxırdı xanımlara. Bu zaman Ümmü Külsüm, bəzi yerdə dedilər Zeynəb salamullah əleyha, başını qaldırıb dedi ki, utanmırsınız siz? Peyğəmbərin nəslini sizin gözünüzün qabağından keçirdirlər. Siz durub tamaşa eləyirsiniz. Bu zaman bir qadın bunu eşitdi. Nəql eləyirlər ki, tez götürdü hicab, parça, çadıra gətirdi, verdi onlara. Bəzi yerdə oxumuşam, eşitmişəm. Xanım Zeynəb özü ona deyəndə, nə istəyirsiniz? Biz bilmirdik. Xanım Zeynəb deyir ki, bizə hicab gətirin, çadıra gətirin, parça gətirin. Və ondan sonra yemək gətirdilər. Ac, susuz olan Kərbala əsirləri, başda xanım Zeynəb olmaqla, salamüleyha, çörəyi almadılar. Dedilər, biz Peyğəmbər nəsliyik, bizə sədəqə haramdır, amma hicabı aldılar. Alimlər buyurur ki, çox maraqlıdır, ac idilər, susuz idilər. Uşaqlar da ki, bilməmişdi, çörəyi almışdı, onların da əlindən alıb qaytardılar ki, bizə sədəqə olmaz. Ac olaraq yeməyə, çörəyə yox dedilər, hicaba bəli dedilər. Özünü örtməyə, naməhrəmdən gizlətməyə nə dedilər? Ver, yoxdur, ver. Hətta istədilər, tələb elədilər. Bu cür xanım Zeynəb salamullah öz hicabını, həyasını, iffətini Küfədə əsirlər karvanında belə qoruyub. Qardaşlar, möminlər, mənim bəhsim, əsas demək istədiyim mühüm, əhəmiyyətli nöqtə budur. Biz hərəmiz bugün öz evimizdə,
ətrafımızda olan xanımlara İslamın, dinin, hicabın gözəlliyini çatdırmalıyıq. Bugün bir kişinin vəzifəsi öz həyat yoldaşının yeməyini, içməyini, geyimini, yaşayışını təmin etməklə yanaşı, həm də onun hicabına riayət eləməlidir. Bəli, qardaşlarım. Hicaba giriblər, çox gözəl. Hicaba hələ girməyiblər, hicab bağlamırlar, dəvət eləyin. Vəzifəniz var. Sabah sizdən soruşacaq. Xanım Zeynəb salamullah əleyhə ki, onun məclisinə, mövluduna yığışmısınız. Qiyamət günü deyər, mən çətin şəraitdə, Kərbalada belə, əsirlər karvanında olanda belə hicabımı qorudum. Siz niyə xanımlarınızı hicablı olmağı, qızlarınızı hicablı olmağı əmr etmirdiniz, bazardıqca onlar dəvət etmirdiniz? Zorla olmaz. Yavaş-yavaş. Mömin qardaş var, mənə deyib 1 il, 2 il, 3 il, 5 il çəkib, amma xanımı axır hicaba girib. Nə üçün bizim qız gəlinlərimiz bugün Qur'an-ı Kərimin hicab əmri, Əhzab surəsində Qur'an-ı Kərimdə Allah təala əmr edir peyğəmbərə və möminlərin xanımlarına hicab taxsın? Niyə biz hicabdan uzaq düşmüşük? Kimsə soruşa bilər, nə üçün bu qədər hicabın üstündə bizim dinimiz israr eləyir? Nə üçün bizim dinimiz hicabı qadına vacib eləyir və hicabsız qadınları hicab geyinmədiyinə görə Allahın cəzasına düçar olacağına xəbərdarlıq eləyir? Ayətullah Ənsari, indi hal-hazırda sağdır, Şeyx Ənsari. O nəql edir. Mən ondan sizə nəql edirəm. Özü deyir, mənim buna sənədim var. Papa 7000 kardinalı yığıb başına. Nə qədər? Kardinallar kimdir? Bugün xristiyanların, katoliklərin arasında ən üstün məqam kardinaldır. Kardinallar yığışırlar, papanı seçirlər. Bu yaxındakı papa dünyasını dəyişdi. Yerinə seçilən papanı kardinallar yığışıb seçirlər. Ən üstün məqam papalıqda, keşişdə kardinallıqdır, katoliklərdə. 7000 kardinalı papa yığdı. Hansı papa? Dünyasını dəyişən papadan qabaqçı papa. Almaniyalı idi. İslama qarşı çox dəhşət düşmən idi. Açıq-aşkar peyğəmbəri təhqir edirdi. Allahın salamı olsun o peyğəmbər əhli beytinə. 7000 kardinalı yığıb başına. Hamısı da bir ixtisası var. Biri psixoloqdur, biri bioloqdur. Bəli, savadlılar. Sırf Bibliyanı oxumurlar, İncili oxumurlar. Dünyəvi təhsilləri var. Onlara dedi ki, İslamın gündən-günə artan nüfuzunu saxlamaqdan ötürü, İslam dininin aradan aparmaqdan ötürü, müsəlmanları parçalamaqdan ötürü hərəniz bir təklif verin. 7000 kardinal təklif verdi, məsləhət verdi. 7000 kardinalın verdiyi təklifin qısaltdılar, 700 üstə qaldılar. 700'ü azalttılar, 70 üstə qaldılar. 70'i azalttılar, 7 üstə qaldılar. 7'ni azaldı. Bütün kardinalların gələ biləcək bir məxrəcə, bir fikir üstə qaldılar. O da budur ki, nə qədər bacarırsınız, müsəlman qadınlarını üzr istəyirəm ağsaqqallardan çılpaq eləyin, iffətsiz eləyin, həyasız eləyin, geyimini açın, əndamını cəmaata naməhrəm müsəlman kişilərə göstərin. Onları idarələrə, restoranlara, barlara, kafelərə, cəmaatın kişilər olan yerlərə, iş yerlərinə salın. Ondan sonra o kişilər ki var naməhrəm qadınlarla üz-üzə qalacaqlar, onların arasında olan o günahlardan İslam məhv olacaq. Əndəlus haqqında eşitmişsiniz? Keçmiş Əndəlus mahalı adlanan, indiki İspaniya, Portuqaliya qədər İslam çıxmışdır. Necə müsəlmanlar məğlub oldular? Orada da keşişlərin böyüyü nə dedi? Geyindirin qadınlarınızı. Gözəl, bütün gözəllikləri hamısı riayət eləsinlər. Müsəlman əskərlərinin arasına girsinlər. Müsəlman əskərlərini heyran eləsinlər. Müsəlman əskərlərini zina ilə, şərabla bədbəxt elədilər, müsəlmanları Əndəlüsdən məğlub elə qorxdular. Yoxsa məğlub elə bilmədilər. Bir keşişin papanın məsləhəti ilə olub bu. Bunun tarixi var, sənədi var. Qardaşlarım, möminlər, hicab mühümdür. Əgər bacarırsınızsa bugün hicab məsələsinə diqqət ayırın. Amma indi kimsə sual verə bilər. Düzdür, Qur'an-ı Kərimin əmridir hicab. Hicab Qur'an-ı Kərimin əmridir. Peyğəmbər əhl-i beytin tapşırığıdır. Həqiqi İslam məzhəblərinin arasında hicabın vacib olması haqqında heç bir ixtilaf yoxdur. Üz açıq qalsın, çənə bağlansın, bunlarla bağlı ixtilaflar var. Amma hicabın əsli, kökü İslamda vacibdir, bununla bağlı ixtilaf yoxdur. Yaxşı. Bəs hicabı necə asan başa salay? Hicabsızlıq cəmiyyətimizi nə günə qoyub? Mən gözəl bir hadisəni oxudum, sizə çatdırmaq istəyirəm. Baxın, çox şirindir.
Bir gün müəllimlərdən biri sinifdə olan hicabsızlığı, qadınların pis geyimini onlara yaxşı başa salsın deyə müəllim sinifə girdi, sinifə daxil oldu, üzr istəyirəm ağsaqqallardan. Amma sinifə daxil olmamışdan qabaq şalvarının zamokunu açıq saxladı. Qaldım şagirdlərimin qabağında, hamı məni gördü, özümü qoydum bilməməzliyə, başladım dərsi deməyə, gördüm yarısı gülür, yarısı pıçıldayır, yarısı məsxərə eləyir, bir-birinin qulağına söz deyir, qızlar oğlanlara balaca kağızda yazıb ötürür, hərə bir iş eləyir. Sonda dərs qutaranda yarım saat keçmişdi, yaz taxtasında bir cümlə yazdım. Mən bilə-bilə şalvarımın düyməsini açıq saxlamışam. Sanki bunu yazandan sonra hamısı oxudu, sinifdə bir sükut çökdü. Sonra onlara üzümü tutub sual elədim. Sizcə mən bu işi görmüşəm, mənə verdiyiniz qiymət nədir? Şagirdlərdən biri dedi, ədəbsizlik idi. O biri dedi, tərbiyəsizlik idi. O biri dedi, çox gülməli idi. Hərə bir söz dedi. Sonda dedim, indi siz qulaq asın, dinləyin. Mənim bu işim yaxşı deyildi, düzdür. Burada iki hadisə baş verdi. Bir, mənim şalvarımın düyməsinin açıq qalmağı mənim şəxsiyyətimi alçaltdı. Heç də bu mod, dəb, yenilik deyildi. Bu mənim üçün alçaqlıq oldu. Mənim şəxsiyyətimi alçaltdı. İki, sualım budur. Kim dərsə diqqətlə qulaq asdı? Hamısı güldü. Heç dərsdə yox. Bayaqdan hamımız elə fikrimiz qalmışdı şalvarın düyməsində. Diqqətiniz yayındı. Diqqətiniz yayındı. Sonra üzümü tutdum cəmiyyətə, belə bir sual verdim. İndi deyin görüm, üzr istəyirəm ağsaqqallardan, bir xanımın sinəsində olan düyməsi açıq qalarsa onda nə baş verər? Bir xanımın cırıq şalvarda naməhrəm kişilərin yanına çılpaq formada gələrsə, dar şalvar, dar paltarda geyinib, naməhrəm kişilərin diqqətini özünə cəlb bilərsə onda nə baş verər? Onun şəxsiyyəti həmin kişilərin baxışı ilə alçalar. Sanki bir əşyadır, şəhvət üçün hamı ona baxar. Necə ki, şalvarıma baxırdılar. Hərə bir ləzzət aparar, hərə bir onunla bir fikir yürüdər. Sonda fikirləri də dağılar. Düzdür ya yox? İndi deyin görüm, mənim şalvarımın düyməsinin açıq qalması bu qədər qəbahət idi, yoxsa bir xanımın belə bir formada kişilərin qabağında diqqət nöqtəsinə çevrilməyi. Bəzən də belə deyirlər, sən baxma, o özü bilər. Üzr istəyirəm, sən gözün döndər o tərəfə. Kim bunu deyir? Bunu günahla bağlı deyə bilərsən. Narkotika satana deyir ki, sən niyə satırsan? Sən alma, sən oğluvu narkoman eləmə. Amma yox, cəmiyyət buna baxmır, polis tutur. Biz də onu qınayırıq. Bəzi günahlar var, ictimai günahlardır, qardaşlarım. Qadınlar bugün cəmiyyətimizin aparıcı hissəsidir. Qadınlarla cəmiyyətimizi fəsada aparırlar. Siz elə bilirsiniz ki, bizdə cavanların korlanmağı, gündən-günə əxlaqsızlığın yayılmağı əbəs yerədir. Bunların başlıca səbəblərindən biri cəmiyyətimizdə olan qadınları korlamaqdır. Qadınları əxlaqsızlığa çəkməkdir. Qadınlardan biri, bir dəfə baxdım, psixoloqlardan biri hicabdan danışırdı. Ona deyir ki, bəs qadın əgər bəzənirsə, geyinirsə, biraz da özün yaxşı bəzəyirsə, naməhrəm kişilərin arasına girirsə, həm də haqqınasdır. Necə birinin malını oğruysan, haqqına girirsən, birinin dalıcı danışsan, onun haqqına girirsən, qadın əgər bəzənərsə, naməhrəm kişiləri, subay cavanları, şəhvəti təhrik olanları belə bir günə qoyarsa, bilsin ki, o qadın iki günah eləyib. Bir, hicabsızlığını eləyib, Allahın əmrini pozub. İki, həm də o cavanlar ki var, o kişilər ki var, onların günaha batmasına şərait yaradıb. Sən baxma da dedim, dəlil deyil. Sonra o qadın o adamdan soruşur ki, mən bəzənirəm, ancaq özümü göstərmək üçün bəzənmirəm. Cavaba bax. O görür nə cavab verir? O psixoloq cavab verir ki, yaxşı de görüm, sən çölə çıxanda bəzənirsən, evdə kitab oxuyanda da bəzənirsən, yemək yeyəndə özünü bəzəyirsən, yatanda bəzənirsən, yox, çölə çıxanda bəzənirsən. Demirik qadın kifir gündə, pis gündə çıxsına. Qadın özünə bir səliqə başqa şeydir. Amma özünü bəzəyib, düzüyüb, naməhrəm kişilərə göstərmək başqa bir şeydir.
Kanadada bir jurnal var, qadınlarla bağlıdır. Kim istəsə mən göstərə bilərəm, məndə telefonda var. Araşdırma aparıb. Açıq-aşkar deyir ki, kişilər qadınlara münasibətdə nə qədər qadınlar çox bəzəsə, özünü kişilərin gözünə soxsa, kişilər təhrik olur. Kim olursa olsun təhrik olur. Bu təhrik olma həm də qadına ziyandır. Hicabı atmaq azadlıq deyil. Əksinə, hicabı atmaq digərlərinə, özünə, gəl mənə, bax, haqqıma girə şərait yaratmaqdır. Həqiqətən də qadını qorumaq biri budur, hicabla qorur. Qadın büründür. Yəni, mən daha hamısı üçün deyiləm. Qadın özü əndamını gizlətdi. Yəni, mən hamıza məxsus deyiləm, mən bir kişiyə məxsusam. Amerikada videosu var, baxa bilərsiniz. Amerikada bir statistikaya əsasən bir eksperiment təcrübə keçiriblər. Üzr istəyirəm ağsaqqallardan bir qadın əvvəlcə hicab bağlayır və kişilər qalan yerdən keçir. Çox sadə. Baxanlar da üzün döndərir. Heç bir atmaza atan yoxdur. Qadın hicablı keçən. Həmin o qadın sonradan çılpaq, çox dar geyimli, diqqət çəkən geyimi geyinir keçəndə. Biri ona yaxınlaşıb tanış olmaq istəyir. Biri atmaza atır, biri çiynin vurur. Hərə bir iş çıxardır ondan. Qadın üçün hicab zinətdir və onun üçün həbsxana deyil. Əksinə, onu naməhrəm, pis gözlərdən qorumaq üçündür. Ona görə bizim dinimiz hicabı bizə vacib eləyib və elmi cəhətdən də qadının kişini təhrik edə bilər. Araşdırmalar göstərir ki, qadının özünün 83%, psixoloqlar araşdırırlar, alimlər 83% qadının bəzənəndə kişini təhrik edir. Kişini təhrik edən qadının 83% hesabı o da geyimləndir. Saçından tutmuş üzr istəyirəm səsinə qədər. Amma kişi geyimlə nə qədər cəzb eləyə bilir? 70%. Amma həmin 83% kişi, üzr istəyirəm ağsaqqallardan, qadınları danışığı ilə cəzb edir, sözü ilə tora salır. Daha qərb də deyir, daha bugün qeyri-müsəlmanlar da deyir, niyə bugün müsəlmanlar hicabdan uzaq düşüblər? Yoxsa doğrudan papaların bizim üçün cızdığı planla hərəkət eləmək istəyirik? Nə üçün xanımlarımıza hicaba dəvət eləmirik? Fələstində xanımlardan biri paylaşım eləmişdi, özümə borc biləm onu deyəm. Xanıma bax, o qədər hicabını qoruyur. Fələstinli bir qadın deyir ki, gecələr yatmamışdan əvvəl ki, İsrail bombardıman eləyir, sabahsı gün cəsədləri çıxardırlar. Deyir, gecələr yatmamışdan əvvəl hicabımızı taxıb yatırıq. Elə yatırıq ki, birdən bir hadisə baş versə, başımıza bomba yaxsa, bədənlərimiz, sabah cəsədimiz nə olsun? Eşitmişsiniz? Mələklər 3 dənə yerdə deyirlər, gülürlər. İndi necə gülürlər, onun forması nədir, onu bilmirəm. Amma hədisdə var. Bir də birisi nə zamandır? Bizdə məsələn üçün, yaxşı olar qadını kəfənlə qəbrə qoyanda, neyniyəsən? Naməhrəm kişilər biraz uzağa çəkilsinlər, bir yanda parça tuturlar, çünki kəfəni bükəndə onun bədəninin ölçüsü belə bilinməsin. Bu zaman ki, parçanı tuturlar, kişilər kənara çəkilsin və qadının bədəninin ölçüsü bilinməsin, kişilər görməsin ki, bu qadının üzr istəyirəm boyu, həcmi nə qədər idi. O qadın əgər sağlığında hicabının namusunu qorumayıbsa, naməhrəm kişilərdən əndamını gizlətməyibsə, biraz da onlara işvə, cilvə eləyibsə, mələklər görür, buna baxır, sağlığında başqa idi, öləndən sonra bədəni gizlədirlər. Nəyə lazımdır? Sağlığında bu belə eləmirdi. Amma indi öləndən sonra o bədəni gizlədirlər. Əlbəttə, bunu da deyim sizə, hicab taxmayan qadınlara biz heç də pis söz deməməliyik, demirik. Onlar da bizim namusumuzdur, bacılarımızdır. Amma bir müsəlman kimi bizim bugün vəzifəmiz hicabı qorumaq, təbliğ etmək, evdəkilərimizə birinci buna dəvət etməkdir. Düşmən də bilir, hicab bizim ən mühüm nöqtəmizdir. Bir neçə müsəlman ölkəsində elə şeylərə qadağa qoyurlar, bir də hicabdır. Pasporta şəkil çəkməyə qoymurlar. Məktəbə hicabla getməyə qoymurlar. Hicablı xanımları işlərdən çıxardırlar. Çox təəssüf olsun. Bəzən düşmən alimlərdən biri gözəl bir nöqtədir. Baxın, bir şeyi vurmaq istəyəndə əvvəlcə onu gözdən salır, ləkələyir. İnsanların gözündə onu hörmətdən salır, səbəb nədir? Onu vurmaq istəyir. Kino çəkirlər, kinoda baş rolda bir dənə hicablı qadın, üzr istəyirəm, 1000 cür oyundan çıxır. Bilə-bilə bunu eləyirlər.
Mən videosuna baxmışam, araşdırıblar. Dilənçi, yolçu xanımlar ki var, onlara hicab bağlatdırırlar. Sonra deyəndə siz nə oldu? Bundan qabaq baş açıq dilənirdiniz. Amma indi bizə deyirlər ki, dilənin, amma şərti budur. Başınızı bağlayın, dilənin. Baxın, hicabı hörmətdən salsınlar. Kino çəkirlər, kinoda hicablı qadın güya evdən qaçır. Sual verirlər, atam mənə zorla hicab bağlatdırır. Atam mənə zorla namaz qıldır, onu evdən qaçıram. Görün nə cəmaatın zehninə atırlar. Üzr istəyirəm. Bilə-bilə bəzi yerlərdə qadınları əxlaqsızlığa vadar edirlər. Amma deyirlər, əxlaqsızlıq eləyin, sizin pulunuzu 2 qat verərik. Amma hicabla bu işi görün. Hicabı hörmətdən salsınlar. Ayıq olun, diqqətli olun. Bir video var, bəlkə görmüsünüz. Onu da özümə borc bilirəm burada deyən. Bir şəhid bacısı danışır. Deyir, mən hicaba keçmək istəyirdim. Hicab bağlamaq istəyirdim. Amma hələ tam bir fikrə gəlməmişdim. Yuxuda şəhid qardaşım gəldi, mənə özü hicab verdi və məni hicaba dəvət elədi. O qədər mühümdür ki, şəhid axirətdən, bərzəx aləmindən öz bacısını hicaba dəvət edir. Hicabı bəzən qorumaq üçün insanlar şəhid olublar. Bir neçə ayətullahlar, müctehidlər, bəli, hicab üstündə şəhid olublar, həbsə düşüblər. İranda şah rejimində hicab qadağası olanda bir neçə ayətullahlar bu yolda şəhid olublar. Şaha qarşı çıxıblar ki, sən cəmaatın hicabına nə işin var? Sürgünə gediblər. Və bizim də Azərbaycanda bilirsiniz, ilk hicab məhbusları ki, uzun həbsə məhkum edilirlər, hicabla bağlı olublar. Hətta bu yolda şəhid olanlar olublar. İmam Zaman ağrında diqqəti hicabdadır əleyhissalam. Dedim sizə keçən dəfə, Ayətullahül Üzma Seyyid Əli Sistani ağanın atası, çox pak, təmiz, alim, Ayətullah müctehid, Baqir Sistani 40 gün Aşura ziyarətnaması oxuyub, 40 məsciddə niyyəti olub ki, İmam Zamanla görüşsün. İmam Zamanı görə bilsin əleyhissalam. Sonda 40-cı gün öz o çillə dillər, o 40-ı qutaranda görür ki, bir yerdən nur gəlir. O bu işıqlardan deyil, bu elektrik nurundan deyil. Gedir ona tərəf görür, bir evdir, evdən ağlaşma səsi gəlir. Evə daxil olanda cənazə görür, bir xanımdır üstün örtüblər, ağlaşırlar. Görür orada bir ağa var, üzündən, nuraniliyindən hiss edir ki, İmam Zaman ağaya oxşur bu. Çox şirin və nurani üzü var. Deyir, onu görən kimi əlin işarə edir, o cənazəyə deyir ki, bizi görmək üçün bu qədər özünüzü əziyyətə salmağa ehtiyac yoxdur. Siz bunun kimi olun, biz özümüz sizin ziyarətinizə gələcəyik. 7 il o qadın, səhv eləmirəmsə, evdən çölə çıxmadı. Nəyə görə? Çünki hicabla çıxanların başından İran şahı, Allah lənət eləsin, əmr eləmişdi. Hansı qadın evdən hicabla çıxır, hicabı onun başından çəksinlər, atsınlar. Gör nə qədər məlun olub, Allah ona lənət eləsin. Allah bütün hicab düşmənlərinə lənət eləsin. Bugün dünyada mən nə qədər videolara rast gəlmişəm, bəlkə siz də görmüsünüz. Aktyordur, hicab taxır. Deyir, mən hicabsızam, amma bugün hicabı taxdım ki, hicab taxanların haqqını müdafiə edəyəm. Müəllim var, müəllimə var, üzr istəyirəm, müəllimədir, hicab taxmır. Amma görəndə ki, sinifdə hicablı xanımlara təzyiq var, hicab taxır, sinifə gəlir ki, mən hicablıların haqqını müdafiə edirəm. İdmançı, baxmısınız bir idmançı xanım. Yer tutandan sonra səhnəyə çıxanda onun boynuna qızıl medalı taxsınlar, hicabla çıxır. Soruşurlar ki, bəs sən hicab taxmırsan, sosial şəbəkədə sənin səhifən var, hicabsız qadınsan. Deyim, mən hicablı xanımlar ki var, idmanda, hicablarına görə onlara qadağa qoyuldu, onların haqqını müdafiə etməsən hicab taxdım. Bu qədər hicabı müdafiə. Amma bugün bəzi qeyri-müsəlmanlar, hicab taxmayanlar belə hicabı müdafiə edir. Amma biz müsəlmanlar niyə bu qədər hicaba laqeyd olaq? Son, möminlər. Xanım Zeynəb salamlar Reyhanın mövludunda özümə borc bilən Xanım Zeynəb kimi əziyyət çəkən, həbsdə olan qadınlardan gərək danışam. Yoxsa Xanım Zeynəbə xəyanət etmiş olaram, öz payıma bunu deyirəm. Xanım Zeynəbin həyatında çox maraqlı bir hadisə var. Biz bəzən fikirləşirik ki, bizim əhl-i-beyt imamlarımız həbsə düşüblər ancaq. Allahın salamı olsun onlara. Xeyr. O cümlədən Xanım Zeynəb də Kufədə İbn Ziyadın həbsxanasında zindanda olub. Allah İbn Ziyada lənət eləsin. Bu günləri hicab taxan, İmam Hüseynin qırığında şirniyyat paylayan o xanımları da unutmayaq.
Onlar da hicablı xanımlarımız bugün həbsdədirlər. Bu bilirsiniz nə deməkdir? Bir müddət Azərbaycanda hicaba qadağa qoyanda bizim qeyrətli kişilərimiz, qeyrətli oğlanlarımız, hətta namaz qılmasa da belə hicab üçün elə şeylər elədilər ki, hicab qadağasını qanuniləşdirə bilmədilər. Unutmayın həmin o qadınları. Bugün həbsdə olan qadınları. Çox acı bir şeydir. Biz bugün dua eləyəndə həbsdə olanlar üçün o xanımları da dua etməli oluruq. Xanım Zeynəbin mövludunda Allaha and verir Peyğəmbər və onun pak əhli beytinə, xanım Zeynəbin hörmətinə Allah Taala həbsdə olan o xanımlarımızı və digər qardaşlarımızı tezliklə azad eləsin.